Viva la Vida konqresi salam həyat deməkdir. Yəni həm tibb sahəsində yeniliklər, həm də ruhun elə bil ki, inkişafı ilə əlaqədar bizdə bir tədbir keçiriləcək və bununla əlaqədar bütöv hər kəsi, kim ki istəyir iştirak eləmək, onları dəvət edirik bizə. Beynəlxalq səviyyədə dəvət edilmiş spikerlər olacaq. Təbii ki, Azərbaycanın da nümayəndələri olacaq. Xalq təbabəti də iştirak eləyəcək. Bizim xalq təbabında bir xanım var, çox gözəl xanım Axu Musayeva. O, Qarabağ xalq təbabəti daşlarla və düzgün otlarla müalicəsini çox gözəl nəticələr var. Bütün xəstəlikləri müalicə edir, xroniki xəstəliklər, dermatologiyadan tutmuş, belə deyim, onurğa sütunun müalicəsi ilə də siz özünüz bilirsiniz ki, insanın bədəni onurğa sütunu onun əsasıdır. Və onurğa sütunun sağlamlığı o deməkdir ki, daxili orqanların sağlamlığıdır. Və o otlarla müalicəsi daxildən gələn detoks proqramlarıdır, təmizlənmədir və qidanın qəbuludur. O bizim elə bil ki, sağlamlığın rəmzidir. Təbii bizi Azərbaycanda təmsil eləyən Axu Musayeva bizim xalq təbabəti və ilk dəfə Azərbaycanda osteopatiyanın məktəbini açan və tətbiq edən bir xanımdır.